Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş musiqili əyləncəli bayram tədbiri keçirilibdir. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbirə toplaşanları və qonaqları salamlayıbdır, körpə fidanları bayram gün münasibətilə təbrik edibdir. Xoş arzularını çatdırıbdır. İcra başçısı Azərbaycan Respublikası Gənclər və İdman Naziri Fərid Qayıbov başda olmaqla, Nazirliyin əməkdaşlarına Qazaxda Sağlam Həyat Səyyar layihəsi çərçivəsində təşkil olunmuş tədbirə və müxtəlif növ idman qurğularının quraşdırılmasına görə minnətdarlığını bildiribdir, razılığını ifadə edibdir. Rayon rəhbəri əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan uşaq gənclər siyasətinin bugün Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini, gələcəyimiz olan uşaqlara hər tərəfli diqqət və qayğı göstərildiyini söyləyibdir. Bugünkü tədbirin həmin qayğının davamı olduğunu diqqətə çatdırıbdır. Sonra söz gələcəyimiz olan uşaqlara, körpə fidanlara verilibdir. Bağça uşaqlarının təqdimatında şeirlər səsləndirilibdir. Balacaların səsləndirdiyi vətənə, torpağa, şəhidlərimizə, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər alqışlarla qarşılanıbdır. Sonda rayon rəhbəri uşaqlara yaxınlaşaraq onlarla səmimi söhbət edibdir, xatirə şəkilləri çəkdiribdir. Dəyərli izləyicilər, doğrudan da rayon rəhbəri Rəcəb Babaşov cənabı Qazax rayonuna İcra Hakimiyyətinin başçısı təyin olunduğu gündən rayon əhalisinin sevimlisinə, doğmasına çevrilibdir. Bu da ondan irəli gəlir ki, cənab Babaşov insan kimi yüksək səviyyədə insani keyfiyyətə malik olan insandır. Və bununla bərabər rəhbər kimi də dövlətinə sadiq olan rəhbərdir. Bizlərdə hər bir fidan balaları bayram münasibəti ilə təbrik edirik Qrəc TV.